Birisi Sünni, birisi Alevi. Hazreti Ali'nin halifelik konusunda birbirleriyle çok sert bir şekilde münakaşa ediyorlar. Şimdi dedim Alevi vatandaşımıza, bir hususu sizden öğrenmek istiyorum. Bana lütfen kanaatinizi söyler misiniz? Buyur efendi dedi. Hazreti Ali cesur bir adam mıydı, korkak bir adam mıydı dedim ben. Cesur adam dedi. Peki dedim, Hazreti Peygamber buyuruyor ki haksızlık karşısında susan dil şeytandır. Hazreti Ali peygamberin bu hadisini biliyor muydu? Biliyordu tabii. Peki Hazreti Ali bir haksızlık karşısında susarak şeytan durumuna düşecek adam mıdır? Değildir dedi. Bana diyorsunuz ki Hazreti Ali çok cesur adamdı. Ve diyorsunuz ki haksızlık karşısında susarak şeytan durumuna düşmeyecek insandı. Ve arkasından diyorsunuz ki halifelik Hazreti Ali'nin hakkıydı. Eğer Hazreti Ali'nin hakkı idiyse çekerdi kılıcını, giderdi Hazreti Ebu Bekir'in karşısına. Ona derdi ki ya Ebu Bekir sen kim oluyorsun? Halifelik makamına oturacak. Kalk oradan. Orada ben oturmalıyım. İlk halife ben olmalıyım dedi. Hazreti Ali, Hazreti Ebu Bekir'e böyle bir itirazda bulundu mu? Bulunmadı. Hazreti Ömer'e bulunmadı. Hazreti Osman'a size ne oluyor ya dedim. Hazreti Ali'nin ilk halife olması gerektiğini burada Sivas'ta siz biliyorsunuz da Mekke'de Medine'de yaşayan Hazreti Ali bunu bilmiyor muydu dedim. Ses yok. Xanım Zəhranın öz sözü ilə cavab vermək istəyirəm. Həzrət Zəhra bunu deyir, Əliyə tabi olsaydınız, o sizi aram-aram məqsədə aparacaqdı, sizi yormadan hədəf aparacaqdı. Onların məzlumiyyətinin səbəbi, Əhl-i Beytin məzlumiyyətinin səbəbi elə bu idi ki, insanlara həddindən artıq çox güzəşt edirdilər. Siz elə bilirsiniz, Əlinin ədalətində dözmədilər, yəni çətin oldu onlara. Yox, onlar başqa cür görmüşdülər, başqa cür öyrəşmişdilər. Bu çox güzəşt eləyirdi. Bunlar öyrəşmişdir ki, bunların başının üstündə qamçı olsun. Onu həzm eləyə bilmirdilər, başa düşə bilmirdilər ki, bu qədər alicənablıqla davranır. Necə rəhbərdir? Bu siyasət bacarmır, siyasətdən başı çıxmır. Əyyam-ı Fatimiyyənin inandırım sizə mənim zənnimcə ən vacib mövzularından biri budur. Bunu başa düşməyən Əyyam-ı Fatimiyyəni başa düşməyəcək. Xanım Fatimə Zəhranın məzlumiyyəti elə Əlinin insanlara qarşı alicənab davranmasının nəticəsi idi. Həzrət Əli əleyhissalam zor deyə bilərdi, gücü çatırdı. Onu eləmədi deyə Zəhra çıxdı meydana. Zəhra qurban getdi. Həzrət Zəhra azadlığın qurbanıdır deyərdim. Vilayətin qurbanı, yəni azadlığın qurbanıdır. Əli əleyhissalam silaha əl atıb hakimiyyəti ələ keçirtsəydi, daha Həzrət Zəhra qurban getməzdi ki, elə mahiyyəti budur ki, Həzrət Əli əleyhissalam o yollara əl atmadı. Sizcə Həzrət Əlinin gücü yox idi müxtəlif vasitələrlə hakimiyyətə keçsin? Necə oldu ki, cürət tapdılar? Elə bilirsiniz, Həzrət Əliyə zülm eləmək ümumiyyətlə asan məsələdir. Ona görə bəziləri çaşır edir, siz də danışırsınız. Əlinin gücü yox idi. Demirsiniz ki, döyüşdə belə idi, filan idi, bəs nə oldu? Çünki Əhl-i Beyt məktəbinin, bax, xanım Zəhranın dediyi bu sözləri anlamayıb, məntiqini başa düşməyib. Həzrət Əlinin gücü çox idi, müxtəlif vasitələrdən istifadə edib, öz haqqına sahib çıxsın, öz haqqına. Elə planlar qura bilərdi, hamısından ağlı yaxşı işləyirdi. Müqayisə olunmaz dərəcədə yaxşı. Amma Əli əleyhissalama bu lazım deyil. Həzrət Əliyə lazım olan budur ki, xalq nə deyir? Bax, bu məktəb bu azadlığı verir. Hələm 21-ci əsrdə and olsun Allaha deyirəm, Həzrət Zəhranın şəhadət gecəsində bəşəriyyət bu azadlığın heç qoxusunu hiss eləməyib. Ancaq azadlıq haqqında danışılır. Quran deyir, aram burax cəmaatı, qoy fikrini özü formalaşdırsın. Gücün ol-ola, qüdrətin ol-ola, insanlara təzyiq eləyib, onları özünə yönəldə bilməzsən. Aram burax, cəmaat qərar versin. Gedir dəfn işi ilə məşğuldur. Bunlar burada səqifədə toplaşıb. O da tez dəfn eləyib, haqqa görə, özünə görə yox, dünyasına görə yox. La belə haqqa görə gələrdi, bir yerdə bir iclas təşkil eləyərdi. O da öz tərəfdarların tez, işdən keçməmiş işi məsələni həll eləyərdi. Yox, Əli fürsət verir. Cəmiyyət nə deyir? Cəmaatın fikri nədir? Mən qoy 2-3 gün fürsət verim, görüm bu cəmaat hələ nə deyir? Bu qədər cəmaata ehtiram, bu qədər cəmaata hörmət. Bax, o alicənablıq idi ki, səbəb oldu ki, ona qarşı cürət elədilər. Bu bizim məktəbin məramı budur. Xalqın rəyinə ehtiram eləyəcəm. Xalq yetkinləşsin, özü məni başa düşsün. Bir nəfər gəldi Əbu Ömər adında. Dedi xanım Fatimə Zəhraya ki, xanım, niyə ağlayırsınız? Həzrət buyurdu ki, görmürsən Əlinin haqqını alıblar. Dedi ki, xanım, haqqını alıblar, amma özü də isin eləmir, axı oturub. Gözəl söz dedi. Dedi, bəs bilmirsən, Peyğəmbər buyurub ki, məsəlül imam kəməsəlil Kəbə. Eşitməmsən ki, Peyğəmbər buyurub, imam Kəbə kimidir, cəmaat ona tərəf gələr, o cəmaata tərəf getməz. Bu qədər azadlıq, cəmaat açan başa düşər. Mən oturub gözləyəcəm. Belə azadlıq verəndə elə belə də məzlumiyyət olar. Qoy olsun. Sadə cavab verin. Deyim, bizim məktəb cəmaata hörmət eləyir, insanın rəyinə hörmət eləyir, cəmaata azadlıq verir. Cəmaat 1000 illərdən sonra başa düşəcək, oturub gözləyir. Zorla eləməyə qalsaydı, bugün gəlib eləyərdi. Necə ki, dünyanı bugün o böyük-böyük dövlətlər zorla idarə eləyir.